Deməli, yoldaşlar, biz ilk başlayanda sürətdən danışırdıq. Sonra keçdik onun qardaşı impulsdan danışmağa. Bugün də sürətlə impulsun böyük qardaşı olan kinetik enerjiden danışacağıq. Yəni, sürət hansı xassələri ödəyirsə, hansı xassələri malikdirsə, impuls da hansı xassələrə malikdirsə, kinetik enerji də həmin xassələrə təxminən malik olur. Yəni, sürət artırsa, kinetik enerji artır, sürət azalırsa, kinetik enerji azalır, sürət sabit qalırsa, kinetik enerji sabit qalır. Yəni, kinetik enerji birbaşa sürətdən asılıdır. Ümumiyyətlə, enerji cismin iş görmə qabiliyyətini xarakterizə edir və enerji Y hərfi ilə işarə olunurdu. İki dənə növü vardı, kinetik enerji, bir də potensial enerji. Kinetik enerji hərəkət enerjisidir, yəni cismin hərəkətinin nəticəsində malik olduğu enerjidir. Yəni, hərəkət varsa, kinetik enerji var. Potensial enerji isə qarşılıqlı vəziyyəti ilə müəyyən olunan enerji idi. Kinetik enerji mövzusu rahat mövzudur. Yəni, sən əgər sürətlə impulsun qaydalarını bilirsənsə, kinetik enerjini rahat bir şəkildə həll edə bilərsən. Düsturları vardı təbii ki və birinci deyirdik ki, kinetik enerjinin, yəni enerjinin vahidi nədir? Enerjinin vahidi jouldur. Bunu hökmən bilmək lazımdır. Və əsasən vahid suallarında joulun nəyə bərabər olduğunu da bilmək lazımdır. Joule bərabər Newton vurulsun metr. Bu hardan gəlirdi? İşdən gəlirdi. İş A-dır və qüvvə ilə yerləşmənin hasilidir. İşin vahidi Joule, qüvvənin vahidi Newton, yerləşmənin vahidi metr. Ona görə də 1 Joule Newton vurulsun metrə bərabərdir və bunu biz Newtonu açsaq, əsas vahidini ifadə etsək, kiloqram vur metr bölü saniyə kvadratı idi. Onu təzədən metrə vuranda olur kiloqram vurulsun metr kvadratı bölünsün saniyə kvadratı. Bu Joule'un əsas vahidlərin ifadəsi idi. Ən azından sən Joule-un, 1 Joule-un Newton vur metrə bərabər olduğunu hökmən bilməlisən. Vahid suallarında işimizə yarayır. Kinetik enerji. Ümumiyyətlə, enerji skalar kəmiyyətdir. Yəni, istiqaməti yoxdur. Müsbət qiymət alır ancaq. Yalnız müsbət. Yəni, enerji mənfi olmur. Yalnız müsbət qiymət alır. Və kinetik enerjinin üsullarını yazırıq indi. Kinetik enerjinin üsulları nə idi? M, V kvadrat bölü 2. Bu bizim əsas düsturumuz idi. İndi burada V kvadratı olduğu üçün bunu mən belə yaza bilərdim. M, V vurulsun V şəklində. MV bizə nəyi verir? MV bizə verir impulsu. Olur PV bölünsün 2. Bunun hər tərəfini M-ə vuranda olur PV M bölünsün 2. MV nə olacaq? Elə impuls olacaq. Olacaq P olacaq P kvadrat bölü 2. Yəni kinetik enerjinin 3 dənə üstünü biz burada istifadə edəcəyik. MV kvadrat bölü 2, PV bölü 2 və P kvadratı bölünsün 2. Əsas düsturumuz təbii ki, bu MV kvadrat bölü 2 düsturudur. Digər düsturlar ondan alınır. Yəni, mən bu düsturlara görə baxıram ki, kinetik enerji misal üçün kütlənin sabit qiymətində sürətdən kvadratik düz asılıdır. Lakin impulsun sabit qiymətində sürətdən elə normal düz asılıdır. Yəni, şərtə bağlıdır. Üçüncü kəmiyyət sabit verilməlidir burada. Yəni, kinetik enerjinin sürətdən asılığını bu düstur əsasında deyirəmsə, kütləni sabit verirəm. Kinetik enerjinin sürətdən asılığını düz mütənsib deyirəmsə, impulsu sabit verirəm. Və yaxud kinetik enerjinin kütlədən asılı qrafikini çəkirəmsə, bu da bəzi suallarda işimizə yarayacaq. İmpulsun sabit qiymətində tərs mütənasib asılı olur. Hərəkətlərə görə baxacağıq. İndi düz xətti bərabər sürətli hərəkətdə sürət sabit olduğu, kinetik enerji sabit qalır, bayaq dedik. Yəni, qrafikini çəkəndə sabit bir qrafik çəkmiş oluruq. Yəni, düz xətti bərabər sürətli hərəkətdə sürət sabitdir. Onda kinetik enerji də sabit olacaq. Yəni, sürətin qrafiki necə idi? Belə sabit bir forma, kinetik enerji qrafik olacaq elə sabit bir qrafik. Yox, əgər yeniləşən hərəkət isə sürət artır, onda kinetik enerji də artır yeniləşəndə, bərabər yeniləşəndə. Onda kinetik enerjinin zamanla asqrafı çəkəndə, təbii ki, başlanğıc sürət sıfırdırsa, başlanğıc kinetik enerji sıfır olur, onda sıfırdan artır. Yox, əgər başlanğıc sürət varsa, müəyyən bir qiyməti varsa, başlanğıc kinetik enerji varsa, onda başlanğıc kinetik enerjidən başlayaraq artır. Kvadratik artır. Bayaq dedik, çünki MV kvadratı bölgüdür. Sürətdən kvadratik asılıdır. Sürət necə artırsa, kinetik enerji onun kvadrat forması şəklində artır. Əgər sürət azalırsa, onda kinetik enerji də azalır. Bərabər yavaşan hərəkətdə. Onda kinetik enerjinin zamanla sıxam çəkəndə müəyyən bir qiymətdən başlayaraq azalır.
Sıfıra qədər azalır. Bu nöqtədə artıq qiymət sıfır olur. Sürət sıfır, kinetik enerji sıfır. Eee, Sərbəst düşmədə də bu qrafikdir. Yəni sərbəst düşmədə də bu qrafikdir. Çünki sərbəst düşmədə də başlayan sürət sıfır olur. Başlayan sıfır olursa, eee yeniləşən hərəkət edir daha sonra və ona görə qrafikimiz belə olacaq. Yəni kinetik enerjinin üstürü mv kvadrat bölü 2-dir sərbəst düşmədə. V-ni yenə nə yazıram? JT bölü 2. J kvadrat. JT daha doğrusu. Yəni sərbəst düşmədə V bərabər JT idi. V-nin yerinə JT yazanda olur J kvadrat T kvadrat bölü 2. Və görürəm ki, kinetik enerji zamanla kvadratik asılıdır. Yəni kvadratik düz. Yəni getdikcə yenə sürət artır, yerə düşdükcə sürət artdığı üçün kinetik enerji artır. Təbii ki, sərbəst düşmədə. Yox, əgər şaquli yuxarı atılıbsa, düşmür artıq yuxarı atılıb. Şaquli yuxarı atılıbsa, burada maraqlı bir məqam var idi, yadınızdadırsa. Atdım yuxarı, getdikcə sürət nə olur? Azalır. Onda kinetik enerji də azalır. Daha sonra maksimal dönüşdə sürət sıfır olur. Onda kinetik enerji də sıfır olur. Sonra yerə düşür. Yerə düşürsə sürət artır. Kinetik enerji də artır. Onda qrafini çəkəndə, kinetik enerji zamanı nasıl qrafini çəkəndə əvvəlcə azalır. Kvadratik azalma, bu belə bir forma. Daha bu nöqtədə artıq sıfır olur. Buna tek axma. Sonra artır. Kvadratik artım. Bu nöqtəyə də deyirik T uçuş. Belə bir maraqlı bir qrafik alır. Bundan da biz məsələlərlə istifadə edəcəyik. Bu nöqtə tek axma, yəni qalxma müddəti, bu nöqtə isə uçuş müddəti adlanır. Axşamınız xeyir. Axşamın xeyir, axşamın xeyir, axşamın xeyir. Ə, Deməli yoldaşlar, indi biz testlərə baxacağıq. Yəni testlər üzərində möhkəmləndirək qaydanı. Qısa şəkildə dedik nəsə. İlk sual onsuz baxılmayacaq. Təbii ki, bayaq dedik, Zoldu vahidi. İkinci sual, qapalı sistemdə cisimlər qarşılıqlı təsir zamanı V2 bərabər 3V sürətlərini alarsa, onların kinetik enerjiyə nisbət. Bax, uşaqlar, qapalı sistem şərti görürsənsə, qapalı sistemdə impulsun saxlanma qanunu ödənilir. Yəni, impuls sabit qalır. Yəni, sən kinetik enerjinin impuls və sürətdən ibarət olan düsturu tapmalısan. Necə idi? Bayaq qeyd elədim. Kinetik enerjinin düsturu PV bölünsün 2. İmpuls və sürətdən ibarət olan düsturu. İndi burada baxıram ki, kinetik enerji sürətdən necə asılıdır? Düz mütənsib asılıdır burada. Yəni normalda sən kvadratik bilirsən, amma impulsu sabit veribsə, sən artıq düz mütənsib götürürsən. Onda Y2 bölü Y1 yazıramsa, bu düz mütənsib olacaq, eyni nisbət olacaq V2 bölünsün V1. Onda V2 V1-dən 3 dəfə çoxdursa, nisbət də nə olacaq uşaqlar? 3 olacaq. Cavabımız olacaq. İkinci sualda B var. Kinetik enerjinin sürətlə hansısı qrafiki PV bölünsün 2 üstünə əsasən düz mütənasibdir. Ona görə də ikinci sürət birinci sürətdən 3 dəfə çoxdursa, kinetik enerjisi də 3 dəfə çox olmuş olur. 3. Diaqramdakı hansı nöqtəyə impulsun ən böyük qiyməti uyğundur bizdən soruşur. Kinetik enerjinin kütlə və impulsdan ibarət olan düsturu hansı idi? Kinetik enerjinin impuls və kütlədən ibarət düsturu YK bərabərdir P kvadratı bölünsün 2. Yəni, burada impulsu tapanda necə tapırdıq? P kvadratı bərabərdir, çarpaz edirəm. 2M Y kinetik. Bu kvadrat olduğu üçün kökə girir bu. Kök altına 2M Y kinetik. Yəni, impulsun ən böyük qiyməti olması üçün M, YK hasili ən böyük qiymətini almalıdır. Yəni, vuruq M ən böyük olmalıdır. YK ən böyük olmalıdır. Bu ikisi ən böyük olsa, deməli, hasil də ən böyük olacaq. Onda hər ikisinin ən böyük olduğu nöqtə. Kinetik enerjinin ən böyük olduğu nöqtələr 2 ilə 3. Kütlənin ən böyük olduğu nöqtələr 4 ilə 3. Ortaq nöqtə 3. Hər ikisinin, həm kinetik enerjinin, həm də kütlənin ən böyük olduğu nöqtə 3 olduğu üçün impulsun da ən böyük olduğu nöqtə elə 3'dür. Bunu da variantdan baxsaq yuxarıda.
D variantı olacaq. 4. Eyni sual, 5 eyni sual, 6 da eyni sual. 7. Hansı qraf verilmiş kütlə cismi kinetik enerjisinin 10 sürətinə hansı? Bax, şərtdə fikir verirsiniz bu suallarda. Sənə deyir ki, verilmiş kütləli. Yəni kütlənin sabit olduğu, yəni kütlənin olduğu qrafi qaydanı götürəcəksən, düsturu götürəcəksən. Yəni verilmiş kütlə deyirsə, kütlə düsturda olmalıdır mütləq. Onda düsturumuz mv kvadrat bölü 2-yə görə kütlənin sabit qiyməti, yəni kütlə dəyişməyəndə kinetik enerji sürətdən kvadratik düz asılı, yəni cavabımız olur 7-ci sualda Y variantı. Şərtdə fikir verməlisən ki, üçüncü kəməti bizə hansı kəmət vermiş olur. Bu 2 MYK-nı bayaq aldıq, bu impuls verirdi bizə. 8-ci sualın cavabı Y variantı bayaq aldım. Yəni YK bərabər P kvadratı böl 2M düsturundan. Burada da P kvadratı YK varsa qalan nə olacaq? M olacaq. Yəni kütlə. 9-cu sualın cavabı A olacaq. Bu bizim ilk səhifəmiz. İlk səhifədə bilməli olduğumuz tək şey qapalı sistemdə impulsun saxlanmasıdır. Yəni impulsu sabit götürdük. Qalan hər şey olduğu kimidir. Yəni bir şey yoxdur orada. Çevrədəki sürət düsturlarını tətbiq edə bilərsən. Məsələn, 11-dən düstur alsa birini, yəni yenidən bunların hamısını yazmaya ehtiyac yoxdur. Yəni sən əgər sürətin düsturlarını çevrəcə bərabər dərk edə bilirsənsə, o düsturları kinetik enerji üstündə yerinə qoymaqla kinetik enerji üçün düsturlar ala bilərsən. Yəni tezliklə düsturunu almaq lazımdır deyir. V-nin düsturu 2pi r n-dir. Sürətin tezliklə düsturu. Kinetik enerjinin düsturu mv kvadrat bölü 2 olduğu üçün gətirib V-nin yerinə 2pi r-n qoyursan. Olur m 2pi r-nin kvadratı bölünsün 2. 2'nin kvadratı 4. 4m pi kvadratı r kvadratı n kvadratı. Aşağıda da 2 qalır. 4 2'ye bölünür. Qalır 2. 2 m pi kvadratı r kvadratı n kvadratı düsturu alır. Yəni bunların hamısı pi kvadrat formasındadır. M kvadratsız. Yəni cavabımız olacaq bu sualda B variantı. 11-də B. 12. Joule vurulsun kiloqram bizə nəyə verir? Joule açdıq bayaq, əsas faktını ifadə elədik. Nə idi? Kiloqram vur metr kvadratı bölünsün saniyə kvadratı. Bunu təzədən kiloqrama vuranda hamısı kiloqram olur deməli. Daha sonra kvadrat olur. Kiloqram kvadratı metr kvadratı böl saniyə kvadratı. Bundan kök çıxır təbii ki, hamısından özü. Kiloqram metr böl saniyə biri çıxır hamısından. Bu da bizə nəyin vaidini verir? İmpulsunun vaidini verir. Yəni kütlə vurulsun sürət. Bu ifadə bizə verəcək impulsu. Yəni 12-nin cavabı olacaq C variantı. Vahid suallarla çox da qalmayaq. Rahat suallardır. Dəqiqə bu niyə belə oldu? Gəldi. Hansı halda cismin impulsu dəyişir, lakin kinetik enerjisi sabit qalır? Ha, maraqlı suallardan biri. Deyir ki, hansı halda cismin impulsu dəyişir, kinetik enerjisi sabit qalır? Uşaqlar, bu hansı haldır? Düz xətti və vəsətdə hərəkət halında dedik ki, sürət sabitdir, qardaş impuls sabitdir, böyük qardaş kinetik enerji sabitdir. Hamısı sabitdir. Sabitləşmədə sürət artır, kinetik enerji artır, impuls da artır. Bərabərləşəndə sürət artır, kinetik enerji artır, impuls da artır. Bərabər yavaşlayanda sürət azalır, kinetik enerji azalır, impuls da azalır. Fərqli olan burada çevrə bərabər sürətdə hərəkətdir. Yəni çevrə bərabər sürətdə hərəkətdə cismin impulsu nə zaman dəyişir? İmpuls modulca sabit qalır çevrə bərabər sürətdə hərəkətdə. Sürət modulca sabit qalır çevrə bərabər sürətdə hərəkətdə. Yəni istiqaməti dəyişir, qiyməti dəyişmir. Burada da cismin impulsunun dəyişmə dedikdə istiqaməti dəyişmək nəzərdə tutulur. Yəni çevrə bərabər sürətdə hərəkətdə impuls modulca sabit qalır. Sürət modulca sabit qalır, istiqamətcə dəyişirlər. Burada da cismin impulsu dəyişirdikdə bunu nəzərdə tutulur və kinetik enerji isə çevrə bərabər sürətdə hərəkətdə özü sabit qalır. Yəni istiqaməti yoxdur. Enerji olduğu üçün istiqaməti yoxdur, skalar kəmətdir. Ona görə də özü sabit qalır. Deməli, cismin impulsu istiqamətinə görə dəyişir, kinetik enerjisi isə həm istiqamətcə, həm də qiymətcə, onsuz istiqaməti yoxdur, qiymətcə sabit qalır. 16-cı sualın cavabı olur D variantı.
Hə, uşaqlar davam edir növbəti sualımız 17. Hansı qrafikdə düz xətti və sürətdə hərəkət edən cismin kinetik enerjisi zamanının aslına uyğundur? Bayaq uşaqlar qaydada qeyd elədim. Düz xətti və sürətdə hərəkətdə sürət sabit qalır. E, həm qiymət həm də istiqamət isə sabit qalır. Ona görə də kinetik enerji də sabit olacaq və sabit olan qrafik 17-ci sualı təbii ki, A variantındadır. Sürət zamandan sabit asılıdır. Onda kinetik enerji zamanda yenə asılılığı sabit olmuş olacaq. 17-ci sualın cavabı A variant. Keçirik növbəti sualımıza. Hə, bu tənişlər bizə verilmiş uşaqlar. Deyir ki, hansı halda kinetik enerji dəyişməz? Bayaq qeyd etdik, kinetik enerji nə zaman dəyişmirdi? Ya çevrə bərabər sürətdə hərəkətdə dəyişmir, ya da düz xətti bərabər sürətdə hərəkətdə dəyişmir. Burada da mən görürəm ki, düz xətti bərabər sürətdə hərəkətin tənini götürməliyəm. Kvadrat olanda bərabər təcildir, kvadrat olanda bərabər təcildir, kvadrat olanda bərabər təcildir, kvadrat olanda bərabər təcildir. Kvadrat olmayanı götürəcəm, yəni Y variantı. Koordinat tənində kvadrat varsa bu bərabər təzyiq hərəkətdir. Burada da kvadratları çıxıram, qalır burada kvadratsız forma. Bərabər sürətli hərəkətin tənliyi olduğu üçün kinetik enerji dəyişmir. Əvəzedici qüvvə nə zaman sıfır olurdu? 20-ci sual. Əvəzedici qüvvə o zaman sıfır olurdu ki, düz xətti bərabər sürətli hərəkətdir və düz xətti bərabər sürətli hərəkətdə kinetik enerji sabitdir və yaxud sükunət halıdır. Əvəzedici qüvvə nə zaman sıfır olurdu? Ya hərəkət bərabər sürətli hərəkətdir, sürətli və sürətli hərəkətli, ya da ümumiyyətlə hərəkət yoxdur. Bu iki halda əvəzedici qüvvə sıfırdır. Burada da düz xətti və sürətli hərəkətin qrafiki yoxdursa, onda hərəkət olmayan hissəni götürəcəm. Yəni hərəkət yoxdur, kinetik enerji yoxdur. Sıfıra bərabərdir. Cavabımız olacaq 20-ci sualda Y variantı. Yəni bu sükunət halıdır, hərəkət olmayan haldır. İlk 20 sual getdi. Davam edelim indi. Bu da eyni şeydir. Burada da düz xətti bərabər sürətli hərəkəti götürəcəksən. Yenə əvəzedici qüvvə sıfırdır. Bərabər sürətli hərəkətdə kinetik enerji sabitdir. 21-ci sualın cavabı da A variantı olacaq. Hə, bu sualla potensial enerji, növbəti dərs potensial enerjidir və bilməli olduğunuz şey odur ki, kinetik enerji ilə potensial enerji, kinetik enerji azalırsa potensial enerji artar. Biri azalanır da geri artır. Yəni 20 jol azalırsa potensial enerji 20 jol artacaq. Yəni çox rahat suallar. Sürəti 4 dəfə azaltdıqda kinetik enerji onun kvadratı ilə mütənasibdir. Çünki kütlə sabitdir. Kütlə ilə olan düsturu götürürsən, mv kvadratı bölü 2. Sürət 4 dəfə azalırsa kinetik enerji 4-ün kvadratı qədər azalır. Yəni 16 dəfə azalmış olur. Həmçinin burada da sürət 4 dəfə artırsa, kinetik enerji onun kvadratı ilə mütənasibdir. Sürət 4 dəfə artdığı üçün kinetik enerji 16 dəfə artmış olacaq. Burada isə impulsu 3 dəfə azaltmaq deyir. Yenə kütlə sabitdir, verilmiş kütləlidir. Kinetik enerjinin impuls və kütlə ilə müstürü P kvadrat bölü 2. Burada da yenə kinetik enerji impulsdan kvadratik düz asılıdır. İmpuls 3 dəfə azalırsa, kinetik enerji onun kvadratı dəfə azalacaq, 9 dəfə azalmış olacaq. Yəni çox rahat suallardır, problem olmamalıdır. 27. Hərəkət tənlikləri verilmiş eyni kütləli 5 cisimdən hansının kinetik enerji ən kiçikdir? Təbii ki, sürət kiçikdirsə kinetik enerji kiçik olacaq. Və koordinat tənində biz demişdik ki, t-nin əmsalı sürəti göstərir. Yəni koordinat təni x bərabər x0 plus bt-dir. Burada t-nin əmsalı sürətin qiymətini göstərir. Burada sürətin qiyməti 8, burada 12, burada 10, burada 20, burada da 6-dır. Ən kiçik qiymətinin sürət burada 6-da aldığı üçün 27-ci sualın cavabı C var. Yəni ən kiçik qiymətini C variantında alıb kinetik enerji qiyməti ən kiçik orada olur. 28-də də həmçinin kinetik enerji qiyməti ən böyük soruşursa, sürətin qiyməti ən böyük olmalıdır. Burada da sürətin qiyməti ən böyük. C variantında da sürətin qiyməti burada 10-dur. Verilmiş kütləli cismin kinetik enerjisinin impulsundan asılı qrafiki. Kinetik enerjinin impulsundan asılı qrafiki, yəni YK bərabər P kvadrat bölü 2 düsturuna görə baxırıq. Çünki sənə kütləni sabit veribsə, düsturda kütlə olmalıdır. Və mən bu düstura görə görürəm, baxıram ki, kinetik enerjidən impuls kvadratik düz asılıdır. Bunun da qrafiki hansı formada idi? C variantı formasında idi. 30 məsələ deyilir ümumiyyətlə.
uşaq oyuncağıdır bu heç. 31 də uşaq oyuncağıdır. 32 də uşaq oyuncağıdır. 33 də uşaq oyuncağıdır. 34. İmpulsun reaksiyasının zamanla qrafi göstərir ki, bu cismə təsir əvəziyyətçi qüvvənin reaksiyasının zamanla qrafi hansıdır? Impulsun zamanla qrafi bizə verib sabit, yəni bu düz xətti bərabər sürətli hərəkətdir. Düz xətti bərabər sürətli hərəkətdə sürət sabit, impuls da sabit. Onda əvəziyyətçi qüvvənin qiyməti sıfırdır. Sürət sabit olduğu üçün təcil yoxdur. Təcil olmadığı üçün əvəziyyəci qüvvənin qiyməti sıfırdır. Yəni yoxdur. O sözün sualın cavabı Y variantı. 35. Aha. Çaşıran məqamlardan biri bu idi ki, ə, uşaqlar potensial enerjidən keçəndə deyirlər ki, 5-də potensial enerji böyükdür, 1-də avtomatik potensial enerji kiçik olar, kinetik enerjidə kiçiyi orada götürək. Böyük orada götürək daha doğrusu. Xeyr, yəni bəli, potensial enerji azalanda kinetik enerji artır və yaxud kinetik enerji azalanda potensial enerji artır. Bu olur. Amma sənə deyir ki, hansı halda yer səthinə daha böyük kinetik enerji düşər? Yəni yer səthinə çatan andakı kinetik enerji hansında ən böyük olar? Daha böyük kinetik enerji üçün daha böyük potensial enerji lazımdır. Enerji çevrilməsi baş verir burada. Enerji itmir, bir haldan başqa hala çevrilir. Yəni potensial enerjinin kinetik enerjiyə çevrilir. Yəni bu 5-də potensial enerjinin qiyməti ən böyükdür. Ən böyük. Hündürlüyü böyükdür. Yəni potensial enerji düstur nə idi? mgh. Hündürlüyü böyük olduğu üçün potensial enerji burada böyükdür. Hamısında kütlə eynidir. İndi potensial enerji böyükdürsə burada, ən böyükdürsə, bu yerə düşdükcə potensial enerji kinetik enerjiyə çevrilir. Və daha böyük potensial enerji artıq yer səthinə çatanda daha böyük kinetik enerjiyə çevrilmiş olur. Ona görə də yer səthinə çatanda ən böyük kinetik enerji elə 5-ə məxsusdur. Burada enerji çevrilməsi baş verir. Yerə düşdükcə potensial enerji kinetikə çevrilir. Ona görə də misal üçün potensial enerji qiyməti burada 30-dur, burada 20-dir, burada 10-dur, nə bilim burada 5-dir, azaldacaq, burada da 1 olsun, ya da 2 olsun. Burada potensial enerji qiyməti 30-dursa, yer səthinə çatandakı kinetik enerjinin qiyməti də 30 olacaq. Burada 20 olacaq, burada 10 olacaq, burada 5. Yəni tüm potensial enerjinin hamısı artıq kinetikə çevrilmiş olacaq. Ona görə də başlanğıcda potensial enerjisi ən böyük olmalıdır ki, yerə çatanda da kinetik enerjisi ən böyük olmuş olsun. Hamısı kinetik enerjiyə çevrilsin. Ona görə cavabımız olacaq 35-ci sualda 5. Yəni D variantı. Növbəti səhifəmizə keçir uşaqlar. 35 dənə suala baxdıq. Faizlə artım sualları, yenə qaranlıq qalan məqamlardan biri. 100% artma neçə dəfə artmalıdır? 100% artma, yəni özü qədər artır. Özü qədər artırsa, kopyalananda da yəni 2 dəfə artır. Yəni 100% artma, 100-ün üstünə 100 gəlib təzədən 100-ə bölürsən. Faizin artımı dəfə çevirmə üçün. Ədədin üzərinə 100 gəlib, yəni faizin üzərinə 100 gəlib təzədən 100-ə bölürük. Olur 200 bölünsün 100, yəni 2 dəfə artmadır. Özü qədər artıb 2 dəfə artır. Onda kütlə də verildiyi üçün kinetik enerji bərabərdir. P kvadrati bölünsün 2. Kütlənin sabit qiymətində kinetik enerji impulsdan kvadratik düz asılıdır. Yəni impuls 2 dəfə artırsa, kinetik enerji onun kvadratı qədər artacaq, yəni 4 dəfə artmış olacaq. Dəfə ilə artımı şeyə çevirmək, faizə çevirmək. Yəni 37-də sənə deyir ki, impuls 2 dəfə artır. Yəni bu sualda elə. Kinetik enerji deməli 4 dəfə artdı, kvadratə qədər artdı. 4 dəfə artma neçə dəfə artmadı? 100% artma dedik ki, 2 dəfə artmadı. 200% artma 3 dəfə artmadı. 300% artma 4 dəfə artmadı. 300-dür. Üstünə 100 gəlsən. 400 böldün 100-ə 4. Deməli 4 dəfə artır. Deməli 4 dəfə artma 300% artmadır. 37-ci sualın cavabı A variantı.
38. OX oxu üzrə hərəkət edən və kütləsi 2 olan maddi nöqtənin sürətinin proyeksiyasının zamanlaması qrafiqi verilmişdir. Maddi nöqtənin ilk 10 saniyə ərzində kinetik enerjinin dəyişməsini hesablayın. Burada başlanğıc kinetik enerjinin qiyməti var, amma son kinetik enerjinin qiyməti yoxdur. Sıfırdır. Niyəsi də budur ki, başlanğıc sürət var, son sürət yoxdur. Yəni qrafik 20-də başlayıb 0-da qurtarır. Bu başlanğıc sürətdir, bu da son sürətdir. Kinetik enerjinin dəyişməsi bərabərdir. Son kinetik enerji çıxılsın başlanğıc kinetik enerji. Son kinetik enerji olmadığı üçün getdi sıfıra. Çünki son sürət yoxdur. Son sürət yoxdursa son kinetik enerji də yoxdur. Qaldı elə başlanğıc kinetik enerjinin mənfi qiyməti. Başlanğıc kinetik enerjidə mən hansı üstündən taparım? Elə kinetik enerjinin sürətlə üstürü. V kvadratı bölü 2. Burada başlanğıc kinetik enerji olsun. Yəni 0 yazıldığı üçün burada da bir 0 yazacağım. Bu başlanğıc sürət. Kütləni vuran başlanğıc sürətin kvadratını bölürəm 2-yə. Başlanğıc kinetik enerji tapıram. Kütlənin qiymətimizi verir 2 kiloqram. Başlanğıc sürəti də 20-dir. 20-nin kvadratı bölünsün 2. 2-lər gedir, qalır elə 20 kvadratı, yəni 400. Deməli, kinetik enerjinin dəyişməsi mənfi 400. Yəni sürət azaldığı üçün kinetik enerji də azalır və dəyişməsi mənfi olur. 39 eyni sualdır. Orada da yenə son kinetik enerji 0 olacaq. Başlanğıc kinetik enerjinin qiyməti var. Mənfi 10-da başlayıb 0-da qurtarır sürət. 40. Radiusu 40 sm olan çevrəcə bərabər sürətdə hərəkət edən cismin kinetik enerji 32-dir. Ona təsirin əvəzedici qüvvəni tap. Deməli, yoldaşlar, radius 40 sm-dirsə, bunu metrə çevirəndə 0,4 metrdir. Kinetik enerjinin qiyməti 32 jouldur. Əvəzedici qüvvəni deyə tap. Aha. Buradan düstur tapsaq, maraqlı bir düstur tapa bilərik. Əvəzedici qüvvə nəyə bərabərdir? MA-ya. A-nın yerə nə yaza bilərəm? V kvadratı bölünsün F. Hər tərəfə 2-yə vursa, 2mv kvadratı bölünsün 2-yə. Mv kvadratı bölü 2 bizə verir nəyi? Kinetik enerjini. Olur 2YK bölünsün R. Qüvvənin kinetik enerji və radiusunun düsturu. Buna oxşar düstur şeydə də var. Mənim sahasına var. Bugün uşaqlara demişdim. Sağ olsun, çox gözəl cavab verdilər mənə. F bərabər 2YK bölünsün R düsturu var. Və buradan indi mən əvəzedici qüvvəni tapanda 2, YK-nın qiyməti 32, R də 10,4. Bu da bizə nə verəcək? 2-ni bölsəm 10,4 eləyəcək 5. 5 vur 32 bizə verəcək 160. Deməli, mənim əvəzedici qüvvənin qiyməti 160 Newtona bərabərdir. Qırxı bir. Görək burada kimlər var? Əli bəy yenə yoxdur. Müəllim buradayam. Kim səsləndi? Sən Əli, Mənəm Oğuz müəllim. Əli deyirəm, Oğuz səsləndin. Deməli, 41. Səvəşən cismin 3-cü saniyənin sonunda malik olduğu kinetik enerjini hesabla. Səvəşən cisim deyirsə, buradan sürətini tapsaq, V bərabərdir J-T. J10, T3. Bu bizə verəcək 30. Deməli, səvəşmədə son sürətin qiyməti 30 metr bölünsün saniyədir. Kinetik enerji hansı üstündən tapırıq? MV kvadratı bölü 2. Kütləsi verib bizə 2 kiloqram. Sürəti tapdım 30. 30-u kvadratı qaldırıb bölürəm 2-yə. 2-lər getdi, qaldı 900 joule. Deməli, kinetik enerjinin qiyməti oldu 900 joule. 41-ci sualın cavabı A variantı. 42. 5 metr bölü saniyə sürətlə hərəkət edən 10 kilo kütləli cismin sürətini 3 dəfə artırmaq üçün onun kinetik enerji nə qədər artmalıdır? Sürət 3 dəfə artırsa, kinetik enerji neçə dəfə artar? 9 dəfə artar. Kvadratı qədər artar. Kütlə sabit olduqda kinetik enerji sürətdən kvadrat uzasıdır. Sürət 3 dəfə artırsa, kinetik enerji də 9 dəfə artmış olur. Yəni, əvvəlcə kinetik enerji qiyməti neçə idi? M 10, sürəti 5, 5-in kvadratı bölü 2, bu bizə verdi 5 vursun 25, yəni neçə olur? 125 idi. İndi 9 dəfə artdı, oldu neçə? 125-i 9-a vuranda neçə edir? 1125. Nə qədər artdı deməli? 1125-dən
125-ə çıxanda deməli 1000 joule artdı. 42-ci sualın cavabı oldu D variantı. Əvvəlcə birinci kinetik enerji tapdım. mv kvadrat bölü 2 ilə, yəni sürətim 5 idi. 5-in kvadratı bölü 2, kütləsi də 10. Kinetik enerji qiymətini tapdıq 125 joule. Sonra sürət 3 dəfə artıb. 3 dəfə artıbsa kinetik enerji 9 dəfə artır. Kvadratı qədər artır. 125-i 9-a vurdum, oldu 1125. Əvvəl 125 idi, indi oldu 1125. Nə qədər artdı? 1000 joule artdı. 42-ci sualın cavabı oldu D variantı. 43. 4 Newton qüvvənin təsiri ilə cisim 5 saniyə müddətində 40 joule kinetik enerji almışdır. Cismin kütləsi nə qədər? Qüvvə var, zaman var. Səndən kinetik enerji soruşur. Burada elə qüvvə ilə zamandan elə şey tapa bilərəm, impuls tapa bilərəm. Düzdürmü? Yəni impuls dəyişməsi nə idi? Qüvvə impulsu F pulsun T. Yəni 4 vur 5 20-dir qüvvə impulsu. Və başlanğıc hissəsi 0 olduğu üçün impuls dəyişməsi, yəni qüvvə impulsu başlanğıc hissəsi 0 olduqda başlanğıc impuls 0 olur, son impulsa bərabər olur. Yəni mənim impulsum elə 20-dir. Bundan kütləni tapsam, kinetik enerji də verib 40. Kinetik enerjinin impuls və kütlə ilə düsturu. Kinetik enerji bərabərdir P kvadratı bölsün 2. M bərabərdir P kvadratı bölsün 2YK. Yəni impuls neçədir burada? Tapdıq 20. 20-nin kvadratı bölünsün 2. YK-nı da bizə verib 40. 400 bölünsün 80. O da bizə nə verəcək? Neçə verəcək? 400 bölünsün 80-ə. 5 verəcək. Cavabımız olacaq. 43-cü sualda B variantı. 44-ü bayaq dedik, qapalı sistemdə, daha doğrusu buna oxşar birini dedik, qapalı sistemdə deməli impulslar bərabərdir. İmpuls saxlanılır. İmpulsun sabit qiymətində kinetik enerji kütlədən tərs münasib asılıdır. YK bərabər P kvadratı bölsün 2. Kinetik enerjinin impuls və kütlədən ibarət düsturu. Onda Y1 bölü Y2 yazıramsa, bunun tərsi olacaq. P2 bölü P1. Daha doğrusu P2 nə idi? M2 bölü M1 tərsi olacaq. Və bunun M2 qalır yerində. M1-in yerinə yazıram 5M2. M2-lər getdi, qaldı nə? 5-də 1. Yəni, nisbət olacaq 5-də 1. Ya kəsrlə verər cavabı, ya da 0,2 verər. 5-də 1 də 0,2 də. Təkrar edirəm. Kinetik enerji qapalı sistemdə impuls sabit olduğu üçün kinetik enerji impulsun sabit qiymətinə kütləyə tərs münasibdir. Yəni Y1 bölü Y2 nisbəti yazıramsa, bu bərabərdir tərsi M2 bölü M1-ə. Burada M1-in yerinə yazıram 5M2. M2-lər getdi, qaldı elə 5-də 1, yəni 10-da 2 cavabını almış oluram. Bilmədiyim. Davam. Burada da cavabın C variantı. 45. Kütləsi 10 kilo olan cisim 40 Newton qüvvənin təsiri ilə 80 joule kinetik enerji almasına sərf olan zaman bu bayaqki buna oxşar sual işlədik. 46. Dövrünün periodun sabit qiymətində çevrə hərəkət edən verilmiş cismin kinetik enerji 9 dəfə artırsa, çevrənin rəsmini izləyək. Aha. Fərqli sual. Deməli, periodun sabit qiymətinə dediyi üçün düsturda hökmən period olmalıdır. İndi kinetik enerjinin periodla, radiusdan düsturu necə tapa bilərik? Düstur mv kvadrat bölü 2-də deməli sürətin periodla düsturunu tapımı yazmalıyam. 2 pi r bölünsün t. Yerinə qoyanda olur m vurulsun 2 pi r bölünsün t-nin kvadratı bölünsün 2. M bu bizə verir 4 pi kvadratı r kvadratı bölü t kvadratı bölü 2. Bunu kvadrata qaldırdım. 4 2 ilə gedir, qalır 2. M pi kvadratı r kvadratı bölsün t kvadratı.
bu kinetik enerjinin periodla radiusdan üstürü. Bunda periodun sabit qiymətində kinetik enerji radiusdan necə asılı olacaq? Kvadratik asılı olacaq. Yəni, radius əgər 3 dəfə artırsa, kinetik enerji onun kvatı qədər, yəni 9 dəfə artmış olur. Bizə də deyək ki, kinetik enerji 9 dəfə artıb. Bundan deməli, radius 3 dəfə artmış olur. Radius 3 dəfə artırsa, kinetik enerji onun kvatı qədər artır. Yəni 9 dəfə artmış olur. Kinetik enerji deməli 9 dəfə artıbsa, radius 3 dəfə artıb. Cavabımız o 46-cı sualda D variantı. 47. Bayaq bunu qaydada qeyd elədim. Çəbər şüşənin cismin kinetik enerjisi düşmən tansı qrafi necədir? Kvadratik düz formasında. Düsturı da aldıq ki, mv kvadrat bölü 2-də b-ni yeni yazıram. j-t. Səbəbləşmədə sürətin düsturu. Olur m j kvadratı t kvadratı bölsün 2. Kvadratik düz. Sürət yerə düşdükcə sürət artır, kinetik enerji də artır. Daha böyük sürətdən yerə düşmüş olur. 48. 49. Bunlardan hansını işləsək? 48-i işləsək, colu açsaq, bu belə suallar bizə əsasən tezlik və period zaman şeyi verir. Col bölünsün kiloqram vurulsun metr kvadratında. Colun yerinə yazıram. Kiloqram vur metr kvadratı böl saniyə kvadratı. Colun əsas faydaların ifadəsi. Aşağıda da kiloqram metr kvadratı. Bunlar getdi. Qaldı elə kök altında 1 bölünsün saniyənin kvadratı. Birdən 1 çıxar, saniyə kvadratdan saniyə çıxar. 1 bölü saniyə bizə nəyin vaidini verir? Tezliyin vaidini. Yəni cavabımız olur 48-ci sualda D variantı. Bu Newton vur saniyədə nədir? Qüvvə vursun zaman impulsdur. Qüvvə impulsu. Yəni bu bizə verir P kvadratı. Aşağıda bizə verir kütlə, yəni M. P kvadratı bölü M. Yanına bir 2-ni atsaq olur nə? Kinetik enerji. 49-da B variantı. Gəldik 50-yə. Sənə deyir ki, kütləsi 2 olan cismin sürətinin zaman asılığı verilib, hansı zaman anında cismin kinetik enerjisi 121 jol olar? Kütlə var, sürət var, kinetik enerji var. İndi sənə hansı zaman t-ni soruşur. Burada mən birinci sürəti tapım, kinetik enerjinin üstürü. Yəni üstünün içinə düsturu salıb, v-nin yerinə bunu yazıb qarşıdıra bilərsən, ya da rahat bir şəkildə mv kvadrat bölü 2-dən sürəti tap. V bərabər olacaq kök altında 2 yk bölünsün m. Kök altında 2, YK-nın qiyməti 121-dir, kütlənin də qiyməti 2-dir. 2-lər gedir, qalır kök altında 121, 121-dən kök çıxır 11. Bu bizim sürətin qiyməti. Sonra sürətin tənliyi nədir? V bərabər 3 plus 2-dir. Bunu 11-ə bərabərləşdirəndə, çünki sürətin qiyməti 11 almışam. 3 plus 2t bərabər 11. 2t bərabər 11-dən çıxdım 3-ü 8. T bərabər olur 4. Deməli, bu 4 saniyə müddətində bu qiyməti almış olub. 50-ci sualın cavabı Y variantı. 50-dən suala baxdığını davam edəcəyik. Gəldik period söhbətlərinə. Yəni period, 4də 1 period, 2də 1 period, bunlar söhbətlərə gəldik. Hı. 51.
Yarım periodda cismin kinetik enerji dəyişməsi. Uşaqlar, ən rahat qaydadır. Yəni bundan rahatı yoxdur. Yarım periodda, dörddə bir periodda, nə bilim tam periodda, altda bir periodda, nə bilim üçdə bir periodda, dörddə üç periodda daha doğrusu. Mən hamısında kinetik enerjinin dəyişməsi sıfırdır. Niyəsə də budur ki, bayaq qaydada qeyd elədik. Seviyə bərabər səthi hərəkətdə kinetik enerji dəyişmir. Seviyə bərabər səthi hərəkətdə kinetik enerji dəyişmir. Kinetik enerji dəyişmədiyi üçün kinetik enerji dəyişməsi sıfıra bərabərdir. Sınavlarda tez-tez qabağınıza çıxa bilər çaşdırmaq üçün. Yəni cavab burada sıfır olur. Burada da sıfır olur, burada da sıfır olur. Yəni hamısında sıfır cavabını götürmüş olur. Seviyə bərabər səthi hərəkətdə kinetik enerji dəyişmir. Potensial enerji dəyişir. Amma kinetik enerji dəyişmir. 53. Şəqli atom cismin qalxma müddətinin onun başlanğıc kinetik enerjisinin asılı qrafiqi. Teqaxmanın üstünü alsaq, teqaxma nəyə bərabər idi? V0 bölünsün J idi. Hər tərəfi M-ə vursaq, olur nə? MV0 MJ. MV0 bizə verir impulsu. MJ bizə verir nəyi? Qüvvəni. Sürtünmə qüvvəsini. Yox, nə sürtünməyi? Qalxma müddəti ağırlıq qüvvəsini verir bizə. Sorry. MJ ağırlıq qüvvəsini. İndi P0 bölü F-də P0 yerinə nə yaza bilərəm impulsun yerinə? Kinetik enerjisi nə idi? P kvadratı bölsün 2. Buradan P-ni tapanda olur nə? Kök altında 2M Y kinetik. Qoysaq yerinə olur 2M Y kinetik. Aşağıda da mənim ağırlıq qüvvəm F. Buna görə ki, qalxma müddəti kinetik enerji necə asılı olacaq? Kök altı düz asılı olacaq. 53-də C variantı. Deməli, T qalxma bərabərdir. MV0 bölünsün. V0 bölünsün. J-dir. Hər tərəf önə vuranda olur MV0 bölünsün MJ. MJ mənim qüvvəmdir. Aşağı yuxarı atılma, aşağı atılma, səvəşmə hamısı ağırlıq qüvvəsinin təsiratla baş verir. Yəni bu ağırlıq qüvvəmdir mənim. Daha sonra buradan impulsun yerinə nə yaza bilərəm? Kinetik enerjinin impuls və kütlədən ibarət düsturu P kvadratı bölü 2M. Buradan impulsu tapanda olur kök altında 2M Y kinetik. Yerinə qoyanda olacaq kök altında 2M Y kinetik bölünsün F qiymətini almış olurum. 53-də cavabımız olur C variantı. Yəni 4-də isə maksimal qalxma ödəyinin kinetik enerji qrafiki onu tapsaq düsturda, yəni düsturdan tapmalıyam. H maksimal bərabərdir. Düstur nə idi? V0 kvadratı bölü 2. Burada hər tərəf M-ə vursam, MV0 kvadratı bölü 2 mj olur. MV0 kvadratı bölü 2 bizə belə kinetik enerjini verir. Aşağıda da elə mj, yəni qüvvə qalır. K bölünsün F. Yəni, maksimal qalxma öndürü kinetik enerjidən düz mütənasib asılı olur. 54-cü sualın cavabı B variantı. Davam edelim növbəti sualımızdan. Bir nəfər də getdi, sağ olsun. 55. Düz xəttə fərqli sualdır. Düz xəttə hərəkət edən cismin yerdəşməsinin zamandan qrafik verilmişdir. Hansı nöqtədə cismin kinetik enerjisinin ən kiçik qiyməti olunur? Uşaq, təpədə, təpə nöqtədə, təpə nöqtədə, təpə nöqtədə. Sürət nədir? Sıfırdır. Təpədə, dibdə. Son sürət sıfırdır. Dayandı burada. Sürət sıfırdırsa, impuls da sıfırdır. Impuls sıfırdırsa, kinetik enerji sıfırdır. Yəni bu üçü sıfır olur. Dayanıblar, hərəkət yoxdur. Ona görə də ən kiçik qiyməti nə burada almış olur? 5 nöqtəsində təpədə ən kiçik qiymətini almış olur. Təpədə, dibdə ən kiçik qiymətini almış olur. 56-da isə kinetik enerjinin ən böyük qiymətini istəyir. Yəni əvvəlcə hərəkətə baxsa, bu hissə bərabər yeniləşən hərəkətdir. Getdikcə sürətin qiyməti artır və 3-də ən böyük qiymətini almış olur.
getiri sürəti qiyməti artır, yerləşəndə 3 nöqtəsindən ən böyük qiymət almış olur. Artıq 3 nöqtəsindən etibarən yavaşın hərəkət edir və 5-də artıq dayanır. Deməli, ən böyük qiymətini elə 3-də, yerləşənin ən son nöqtəsində almış olur. Deməli, kinetik enerjinin ən böyük qiyməti elə 3-dür. Sürət ən böyük olduğu üçün kinetik enerji o nöqtədə ən böyük qiymətini almış olur. Tamam uşaqlar, bu suallar sınavlarda daha çox düşür. Yəni yer səthindən şarı yıxatmış 40 qram kütləli cismin kinetik enerji zamanla qraf verilmişdir. Cismin yerə dayananda impulsunu deyir tap. Rahat sualdır. Yəni şəkli görəndə biraz vəsvəsə düşmüş ola bilər. Yəni bu təqaxmadır. Bu isə tez uçdur. 2 saniyəyə təpəyə qalxdı, daha doğrusu maksimum hündürlüyə qalxdı. Bu zaman sürət 0 oldu, kinetik enerji də 0 oldu. İndi təqaxması 2-dir, T33 də 4-dür. Bizə deyir ki, yerə dayanandakı impulsunu deyir tap. Buradan mən başlanğıc səthi tapsam, təqaxma bərabərdir V0 bölünsün J. Buradan V0 tapanda J təqaxma. J10 təqaxması 2. Bu bizə verir 20. Deməli, mən başlanğıc səthin qiyməti 20-dir. Buradan yerə dayanandakı impulsu tapanda, biz demişdik ki, hansı sürətlə bunu atıramsa yuxarı, həmin sürətlə də yerə düşür. Ona görə yerə dayanandakı sürət elə başlanğıc impulsdur. Yerə dayanandakı impuls deməli başlanğıc impulsdur. Yəni sən elə kütləni başlanğıc sürətə vursan, elə yerə dayanandakı impulsu taparsan. Kütlə 40 qram, yəni kiloqrama çevirsək 1000-ə bölürük, olur %4. Başlanğıc sürətin qiyməti 20. Bu bizə nə verəcək? 10-8. Deməli, mənim impulsun qiyməti 10-8 kiloqram vur metr bölünsün saniyə bərabərdir. Deməli, hansı sürətlə atıramsa, həmin sürətlərlə yerə düşür. Onda yerə dayanandakı sürəti tapanda, impulsu tapanda və yaxud sürəti tapanda elə başlanğıc sürəti, impulsu tapmamız kifayətdir. Yəni, kütləni elə başlanğıc sürətin qiymətindən vurmuş olursan. Burada da 2 saniyə qalxma müddətini göstərir. Orada başlanğıc sürət tapanda J-ni vururam təqaxmaya. Qiymətləri vuranda olur 20. Yəni, başlanğıc sürətim 20-dir. 20-ni də vuranda kütlənin qiymətindən %4-də, deməli, başlanğıcda mənim impulsum 10-8-dir, onda yerə dayananda impulsum olub 10-8. 57-ci sualın cavabı Y variantı. Növbəti sualla davam edəcək indi. 58 oxşar sualdır. Keçəcək indi növbəti səhifəmizə. Ə, 59-da isə uşaqlar, bu lap asandır. Yəni, buradan başlanğıc səthi deyir, tab, təqaxması elə 2-dir. Buradan elə başlanğıc səthi tapanda təqaxma nəyə bərabərdir? V0 bölünsün J-yə. Buradan V0 bərabər olacaq J təqaxmaya. J 10-dur, təqaxma 2-dir, bu bizə nə verəcək? 20. Deməli, başlanğıc sürətin qiyməti 20 metr bölünsün saniyə, yəni Y variantı. 59 sualın cavabı olacaq deməli Y variantı. Növbəti sualımızdan davam edəcək indi. 60 da eyni temadır. Burada bir dənə fərqli şey odur ki, uşaqlar. Bu yerə düşəndəki sürət zamanı elə 2 saniyəni götürürsən. Yəni artıq ortadakı qiyməti götürməyə ehtiyac yoxdur. Yerə də andakı sürəti deyirsə, B bərabər elə JT-dir. J 10-dur, T 2-dir. Yəni bu 2 saniyə ərzində yerə düşür.
olur elə 20 metr bölsün saniyə. Yəni mənim son sürətim elə 20 metr böl saniyəyə bərabərdir. Bu bizim 60 sualımız getdi. İnşallah problem yoxdur. Problem olan desin. 61. Kütləciklərin kinetik enerjiləri eynidir. Onların impulsların nisbətini tap. Aha, fərqli suallardan biri. Uşaqlar, kinetik enerjilər eynidir deyir. Onda yerlər bərabərdir. Kinetik enerjilər eynidir. İndi impulslara baxsaq, birinci V, ikincisi 2V'dir. Sürətlərə baxsaq daha doğrusu. Kinetik enerjinin impulsla sürətlə üstürü. YK bərabər PV bölünsün 2. Buradan impulsu tapanda P bərabər olur 2YK bölünsün V. Yəni, impulsların nisbəti elə sürətlərin nisbətinin tərsidir. Aha. Biz həmişə demişdik ki, sürətlə impuls dost qardaş idi, eyni kassitlər ödəyirdilər. Burada artıq qardaşlıq pozuldu. Artıq impulsla sürət burada tərs olur. Kinetik enerjinin eyni qiymətində, şərtə baxıram indi. Kinetik enerjinin eyni qiymətində impulsla sürət burada tərs mütənasib olur bu düstura görə. P bərabər 2YK bölsün V. Onda impulsların nisbəti P1 bölü P2 yazıram, bərabər edirəm sürətlərin nisbətinin tərsinə V2 bölü V1-ə. V2-ni bizə verib 2V, V1-i bizə verib V. Nisbət neçə olur elə 2. Deməli, mənim nisbətim elə 2-yə bərabərdir. 61-in son cavabı D variantı. 62-də bizdən kütlələri verib, sürətlər eynidir. Daha doğrusu sürətlər verməyib, kütlələri veriblər. Kinetik enerjilər eynidir deyir. Yəni Y1 bərabərdir yenə Y2, kinetik enerjilər eynidir. İmpuls istəyir. Kinetik enerji, impuls və kütlədən ibarət olan üstür. YK bərabər P kvatı bölsün 2. Buradan impulsu tapanda P-ni nə olurdu? Kök altında 2M Y kinetik. Yəni uşaqlar, impulsların nisbəti bərabərdir. Kök altında kinetik enerjilərin nisbətinə. Yəni kök altında nə biabırçılıq? Kütlələr nisbətinə. Mən ara baxıram. M1 bölü M2. Deməli, kinetik enerjilər eynidir. İmpulsların nisbəti elə kök altında kütlə ilə düz mütənasibdir. Yəni, kütlərin nisbətinə bərabər olur. Birincinin kütləsi M-dir, ikincinin kütləsi 2M-dir. Nisbət nə olacaq? Buradan davam eləsəm, M-lər getdi, qaldı nə? Kök altında 1 bölsün 2. Bundan nə çıxır? 1 böl kökdə 2. Yəni, cavabımız olacaq 62-ci sualda B variantı. Kinetik impulsun düsturu olur, kök altında 2M YK. Görürəm ki, kinetik enerjilər onsuz eynidir. İmpuls kütlədən kök altı düz asılıdır. Yəni, impulsların nisbəti kök altında kütlələrin nisbəti qədərdir. Birincinin kütləsi, ikincinin kütləsinin nisbətini tapanda olur 2-də 1. Bu da kök altından çıxır 1 bölünsün kökdəki şəklində. Davam. 63 də oxşardır. 64 də oxşardır. Aha, gələk bu qeyri-adi toqquşma zamanı itirdiyi kinetik enerji söhbətləri nə? Uşaqlar, biz keçən dərs demişdik ki, mütləq qeyri-adi toqquşmada əgər toqquşmadan əvvəl cisimlər əks istiqamətdə hərəkət etmişlərsə, bu zaman toqquşandan sonra bunlar nə olur? Dayanırlar. Yəni, sol tərəfdəki impuls MV, sağ tərəfdəki impuls MV-dir. Bunların impulsları bərabərdir, dayanırlar. Onda kinetik enerjilərin hamısını itirmiş olurlar. Birinci də enerjisini itirib, ikinci enerjisini itirib. Dayanıblar ki, bunlar. Bizə soruşur ki, birinci cismin itirdiyi kinetik enerji. Kinetik enerji nədir? MV kvadrat bölü 2. Demək, bunu itirib, elə. Öz kinetik enerjisini itirib, MV kvadrat bölü 2. B variantı. 66-da da həmçinin ikincini istəyir yenə. Kütləsi M, sürəti V-dir. Kinetik enerjisi olur MV kvadrat bölü 2. Bunu itirib. Təkrar edirəm, impulslar bərabərdir, hər ikisi MV-dir.
Toqquşmadan sonraki sürət tapanda sıfır olur. Çünki toqquşmadan sonraki sürət m1 v1 çıx m2 v2 böl m1 plus m2'dir. Yəni p1 çıx p2 böl m1 plus m2'dir. Bu da p1 ilə p2 bərabər olduğu üçün fərq olur sıfır. Ona görə də impulslar fərqi sıfır olduğu üçün, son sürət olduğu üçün sıfır, deməli bunlar dayanıblar. Dayandıqları üçün dayandılar. Tüm kinetik enerji itirirlər. Hərəkət dayanıcı yoxdur. Bu öz kinetik enerjisini itirir, bu da öz kinetik enerjisini itirir. Bunun itirdiyi kinetik enerji ilə mv kvadrat bölü 2'dir. Bunun da itirdiyi kinetik enerji ilə mv kvadrat bölü 2'dir. Deməli uşaqlar 67-də 67-də bərabər sətdə hərəkətdə x bərabər 10 plus 4 deyil. Sənə deyir ki, cismin kinetik enerjisi 8 Joule onun kütləsini tap. Burada nə edirsən? Heç nə. Burada ancaq sürətin qiymətini bilmək lazımdır. Yəni bu tənişdə sürətin qiyməti 4. Hardan bilirəm? X bərabər x0 plus vt təniyidir. T-nin əmsalı sürətdir. Sürətin qiyməti burada 4'dür. Kinetik enerji də 8'dir. Heç nə gətirib mv kvadrat bölü 2'də yerinə qoyacaqsan. Buradan kütləni tapanda m bərabər olur. Çapraz vururam. 2 vurulur YK-ya. Bölünür V-nin kvadratına. 2 vur. YK 8'dir. Böl sürəti 4'dür. 4'ün kvadratı. Bu bizə verəcək 16 böl 16 yəni 1. Deməli mənim kütlənin qiyməti 1 kiloqramdır. D variantıdır. 68'də də həmçinin sənin sürətin qiyməti 4'dür. Gətirib YK bərabər mv kvadrat bölü 2'də kütlənin qiyməti var, sürətin qiyməti var. Gətirib yerinə qoymuş olursan və kinetik enerji qiymətini tapmış olursan. Sadəcə burada tənlikdə, koordinat tənliyində sürətin qiymətini bilmək lazımdır. Və t-nin də əmsalı sürətin qiymətidir. 69'dan da bayaq demişdik əslində, avtomobilin sürəti 3 dəfə azalarsa kinetik enerjisi necə dəyişər? Avtomobilin sürəti 3 dəfə azalarsa kinetik enerji 9 dəfə azalar. Yəni kütlə dəyişmirsə bu şərt ödənilir. Yəni 3 dəfə azalırsa kinetik enerji 9 dəfə azalar, kvadrat qədər azalar. Əvvəl 1800 idi, indi 9 dəfə azaldı, oldu 200 kilojoule. 69'un cavabı deməli oldu D variantı. Gəldi 71'ə. Aha. Biz bayaq dedik ki, öz kinetik enerjisinin hamısını itirir toqquşandan sonra. Əgər impulslar bərabərdirsə, toqquşmadan sonra dayanırlar. Dayandıqları üçün öz kinetik enerjisinin hamısını itirirlər. Burada artıq sürət başqa bir qiymətdir. 2V'dir. Bunun itirdiyi kinetik enerjini istəyir bizdən. K2-ni tapsaq, kütləsi M-dir, sürəti isə 2V'dir. 2V'nin kvadratı bölünsün 2. Yəni mv kvadratı bölü 2. Burada artıq sürət 2V'dir. 2V'nin kvadratı bölü 2. M vurulur. 2V'nin kvadratı olur 4V kvadratı bölünür 2'ye. Olur 2mv kvadratı. Yəni ikinci cismin itirdiyi kinetik enerjisi 2mv kvadratı bərabərdir. Birincini soruşsaydı, YK1'i tapsaq, M V1'in kvadratı bölü 2'dir. Yəni M, V1 bizə neçə verib burada? Daha sonra M 2M'dir. Birincinin kütləsi 2M'dir. Sürəti də V'dir. V'nin kvadratı bölü 2. Bu bizə verir mv kvadratı. Birincinin itirdiyi kinetik enerjisi mv kvadratıdır. İkincinin itirdiyi kinetik enerjisi 2mv kvadratıdır. Şimdi burada artıq kütlə ilə sürətin qiymətləri dəyişib, fərqlidir. 73-cü sualın cavabı oldu deməli D variantı. Bu da bu səhifənin sonuncu sualı oldu. Keçək növbəti səhifəmizə. Görən nələr qalıb. Aydın buradayıq mı? Yoxdur. Kinetik enerji zamanı asqırakı. Belədirsə bu bərabər sürətli hərəkətdir. Bərabər sürətli hərəkətdə kinetik enerji sabitdir. Onda deməli qüvvə sıfırdır. Əvəziyyəci qüvvə sıfıra bərabərdir.
Təcil yoxdur. Təcil olmadığı üçün əvəzedici qüvvə də sıfırdır. Sıfır olan qrafik götürürük. 70-in son cavabı olur Y variantı. Başqa burada misal üçün 73-də bu necə hərəkətdir? Bərabər yerləşən hərəkətdir. Kinetik enerji artırsa bu bərabərləşən hərəkətdir. Sürət artır, kinetik enerji artır. Onda bərabərləşən hərəkətdə qüvvə nədir? Sabitdir. Çünki bərabər təcili hərəkətin növüdür bərabər yeniləşən. Təcil sabit olduğu üçün əvəzedici qüvvə də sabit olmuş oldu. 73-ün sualın cavabı deməli B variantı. Aydından səhv çıxmadı. Sonra burada kimlər var? Kimlər var? Kimlər var? Yalan buradayıqmı? Qəşəng, qəşəng. Səslər çıxmır qəşəng. Demək 76 cisimlərin impulsunun onların kütlənin asılı diaqramı verilmişdir. 1, 2 və 3 nöqtələrin uyğun kinetik enerji arasında hansı münasibət var? Aha. YK bərabər düstur nədir? P kvadratu bölsün 2. Buradan indi. Mən görürəm ki, 1, 2 və 3-də, 1, 2 və 3-də impulslar bərabərdir. Hamısının qiyməti buradadır. 1, 2 və 3-də impulslar bərabərdir. Kütlələri müqayisə edersək, 1-in kütləsi budur, 2-nin kütləsi budur, 3-ün kütləsi budur. Yəni, sağa doğru getdikcə kütlə artır. Yəni, M1 kiçikdir M2-dən, M3-dən böyük qiymətini almış olur. Mən dedim axı burada, kinetik enerji impulsun eyni qiymətində kütlədən tərs münasib asılıdır. Yəni, birdən üçə doğru getdikcə kütlə artdığı üçün kinetik enerjisi əksinə azalacaq. Yəni, cavabımız olacaq. 76-cı sualda C variantı. Birdən üçə doğru getdikcə kütlə artır. Kütlə artdığı üçün enerji azalacaq. Tərs mütənasib. İmpulsun sabit qiymətinə kinetik enerji kütlədən tərs mütənasib asılıdır. Ona görə də əvvəlki qiyməti birinci qiymət daha böyük olur. Getdikcə qiymət azalır. 76-cı sualın cavabı C variantı. F7-də də A variantı dedim. Bəli, Nuray A variantı doğru gəlir. Həsəd buradayıqmı? Burada Qəşəng, qəşəng. Bax, gördün də Rəvan burada deyil. Amma sən buradasan. Qəşəng. 78. Düz xətt hərəkət edən cismin koordinatın zamanlas qrafiki verilmişdir. Qrafikin 1, 2 və nöqtələrinə uyğun cismin sürətləri, modulları və kinetik enerji arasında hansı münasibət doğrudur? Bu hansı hərəkətdir? Düz xəttli bərabər sürətli hərəkət. Düz xəttli bərabər sürətli hərəkətdə koordinatın zamanlas qrafiki düz xəttdir. Düzxəttli bərabər sürətli hərəkətdir. Düzxəttli bərabər sürətli hərəkətdə sürətlər eyni olur. Yəni sürət dəyişmir. Sürət dəyişmədiyi üçün kinetik enerji də dəyişmir. Hamısında bərabər olmuş olacaq. 78-ci sualın cavabı D variantı. 79-da da həmçinin. 79-da da qrafik yuxarıdan başlasa belə, çaşdırır səni bu. Qrafik yuxarıdan başlasa belə, yenə bu düz xətt olduğu üçün koordinatın zamanı asılı qrafiki düz xəttsə bu düz xəttli bərabər sürətli hərəkətdir. Düz xəttli bərabər sürətli hərəkətdə də sürətlə kinetik enerji eyni qiyməti almış olur, bərabər olmuş olur. 79-cu sualın cavabı A variantı. Düzdür Məlcan? Gəldi. bəli müəllim. Qəşəng. 80. Ha, bu verilən suallardan biri yenə mövzularda verilir. Şaquli atılmış mərmi traktorun ən yuxarı nöqtəsində bu qiymətlər alıb kütlələri partlayış anında qəlpələrdən birincinin kütləsi kinetik enerjisi 7-sə ikincinin kinetik enerjisi nəyə bərabərdir? Deməli, yoldaşlar, bu 103 dənə testmiş ya. Deməli, burada uşaqlar impulsun saxlanma qanunu ödənilir. Yəni, P sabitdir. Yəni, P'lər eynidir. Onda kinetik enerji bərabərdir. Düstur nə olacaq? P kvadratı bölsün 2. Yəni, partlayış suallarında impuls saxlanılır. İmpulslar bərabərdir. Onda kinetik enerji impuls və kütlənin ibarət üstünə baxsaq, kinetik enerji kütlədən tərs müasibdir. Yəni, ikincinin kütləsi 2 dəfə çox olduğu üçün kinetik enerjisi 2 dəfə az olacaq. Yəni, cavabımız olacaq. 80-ci sualda B variantı. İkincinin kütləsi 2 dəfə çox olduğu üçün birinciyə nisbətən, onda kinetik enerjisi 2 dəfə az olacaq. Burada Y-dirsə, burada olacaq Y bölünsün 2. Həmçinin 81-də də orada artıq kütləsi 3 dəfə çox olduğu üçün kinetik enerjisi 3 dəfə az olacaq. Cavabımız olacaq 81-də
A variantı. Bu element diaqramına baxmıram. Sual çoxdur. Bu element diaqramlarına bax yoxdur. Yorucu şeylərdir. 84-dən bayaq danışdım. 85 temalarından. Yəni, bu 87-dən də bayaq danışdıq. Hə, bu 89. İki cisim uyğun olaraq 2 metr bölü saniyə və 4 metr bölü saniyə sürəti ilə eyni istiqamətdə düz xəttli və velosipeddə hərəkət edir. İkinci cismin sürəti 2 dəfə artanda onun birinci cismə nəzərən kinetik enerjisi necə dəyişir? Bunu belə tapa bilərsiniz, hə? Rahat bir formada. Əvvəlcə birincinin sürəti 2-dir, ikincinin sürəti 4. Bunun nisbi sürətini tapanda eyni istiqamətdə dediyi üçün nə olur? Sürətlər çıxılır. V2 çıx V1 olur 2. 4-dən çıxdan 2, 2. Bu nisbi sürət deməli birinci halda V nisbi 2-dir. İkinci hala baxsaq, ikinci halda deyir ki, birincinin sürətini sabit saxla, 2-də qalsın. İkincinin sürətini 2 dəfə artır. İkinci sürəti neçə edir? 4 idi. 2 dəfə artanda nə olur? Olur 8. İndi nisbi sürət tapanda. Eyni istiqamətdə yenə çıxırıq. 8-dən çıxır 2-ni olur 6. Əvvəl nisbi sürət 2 idi, indi oldu 6. Nisbi sürət necə dəyişdi? 3 dəfə artdı. Sürət 3 dəfə artdığı üçün kinetik enerji 3-ün kvatı qədər artacaq. Yəni 9 dəfə artmış olacaq. 89-un sualın cavabı deməli D variantı olmuş olacaq. Təkrar edirəm. Nisbi sürətlərə baxıram. Birincinin sürəti 2-dir, ikinci sürəti 4-dür. Eyni istiqamətdə olduğu üçün nisbi sürət tapanda çıxırıq. 4-dən çıxdım 2 nə oldu 2. İkinci halda sənə deyir ki, birincinin sürətini saxla öz yerində, birincinin işin yoxdur. İkincinin sürəti 2 dəfə artır. Bu 4 idi, 2 dəfə artanda oldu 8. Nisbi sürət tapanda həmin 8-dən çıxıram 2-ni olur 6. Deməli, nisbi sürət 6-dır. Əvvəl 2 idi, indi o 6-dır. Deməli, nisbi sürətin qiyməti 3 dəfə artdı. Nisbi sürətin qiyməti 3 dəfə artırsa, kinetik enerji onun kvatı qədər artacaq. Yəni, 9 dəfə artmış olacaq. 89 sualın cavabı D variantıdır. Gəlirəm indi. Keçirik növbəti səhifəmizə. Son 10 dənə zat sual qalıb. Ona baxsaq indi. Kənan, necədir vəziyyət, Kənan? Ay Kənan, klass qoydu yenə qəşəm. Deməli, 90, qrafikdən yenə qrafik alma. Bu hansı hərəkətdə uşaqlar? Bərabər yavaşlayan, yəni tormozlanma dayandı burada. Dayandısa nə olacaq? Sonda qiyməti nə olacaq? 0 olur. Bunun da qrafik necə edib? C variantı. Yəni əvvəlcə kinetik enerji qiyməti azalır, müəyyən qiymətdən başlayaraq azalır və yekunda tormozlandı və qiyməti 0 oldu. Yəni bu nöqtədə artıq kinetik enerji qiyməti 0 olur. Yəni tormozlandı, dayandı. 93 sualın cavabı C variantı. Bərabər yavaşın hərəkətin qrafikini almış olur. Kim yazdı mənə? Qəşəng. Qəşəng Kənan. Yaxşı, qəşəng. 91. Aha. Sənə deyir ki, x oxun əksi istiqamətindədir hərəkət. X oxun əksi istiqamətində birinci baxıram, görürəm ki, sürət nədir? Mənfidir. X oxun əksi istiqamətdə sürət mənfidir. İndi sənə deyir ki, əvəzedici qüvvənin proyeksiyasını zamanla nasıl qrafik vermişdir? Qüvvə də mənfidir. Qrafikə baxsam, qüvvə mənfidir. Qüvvənin də proyeksiyası mənfidir. Yəni, yaxşı suallardan biridir. Qayda sualı olaraq yaxşı sualdır. İlk soxanın əks istiqaməti dediyi üçün sürətin proyeksiyası mənfidir. Qrafikdə görürəm ki, qüvvə də mənfidir. İkisi də mənfi olduğu üçün bu bərabər yeniləşən hərəkətdir. Yəni, mənfi görüb çaşıb bərabər yavaşlayan yazmayın. Sürət də mənfidir, qüvvə də mənfidir. Yəni, bu x soxanın əks istiqamətində bərabər yeniləşən hərəkətdir. Eyni işarə olduqda bərabər yeniləşən olur. Bərabər yeniləşən olduğu üçün sürətin modulu artır. Sürətin modulu artdığı üçün kinetik enerji də artır, impuls da artır. Yəni, artar, artar. 91-ci sualın cavabı olar 1 ilə 4. Yəni, qayda olaraq yaxşı sualdır. Bərabər yeniləşən, bərabər yavaşlayanın qaydası olaraq.
92-də isə yenə bərabər yerləşəndir. X oxu istiqamətində olduğu üçün sürətin proyeksiyası müsbətdir. Bu qrafikdə görürəm ki, qüvvədə müsbətdir. İkisi də müsbət olduğu üçün bu x oxu istiqamətində yerləşən olduğu üçün işarələr eynidir. Yerləşən də yenə sürət artır. Sürət artdığı üçün 2 doğrudur. Kinetik enerji də artır, impuls da artır. 2, 3, 5 olur. Hər üçü artmış oldu. Gəldik 93-ə yenə verilən suallardan biri. Baxaq görək kim var burada yenə. Hə. 93. Eyni dairəvi orbit üzrə hərəkət edən və kütlələri M1, M2, 3M olan yerin süni peşlərinin impulsları və kinetik enerji arasında hansı münasibət var? Şahit eyni dairəvi orbit üzrə hərəkət edirsə, onda nədir? Sürətləri bərabərdir. Sürətlər bərabər. Eyni dairəvi orbit üzrə hərəkət edirsə, sürətləri bərabərdir. Sürətləri bərabərdirsə, onda impulsları müqayisə edəndə P bərabərdir MV. Kütləsi böyük olanın impulsu da böyük olacaq. Burada da ikincinin kütləsi 3 dəfə çoxdur. M2 M1-dən 3 dəfə çoxdur. Onda impulsu da 3 dəfə çox olacaq. Yəni, ikinci cibdə. 2 getdi. Kinetik enerjiləri müqayisə etsək, kütlənin sabit qiymətində kinetik enerji, daha sürətin sabit qiymətində kinetik enerji kütlədən düz mütənsib asılıdır. Yəni, ikincinin kütləsi 3 dəfə çox olduğu üçün kinetik enerjisi yenə 3 dəfə çox olmuş olur. Bir dənə burada bilməlisiniz ki, eyni dairəvi orbit üzrə hərəkətdə sürətlər bərabər olur. Aydındır mı İnarə? Yazdı. Qəşəng. Qəşəng. Sonra davam edirik növbəti sualımızla. Görə burada nə sual qaldı? Afallar bitdi. 94. Bax, burada cavab sıfırdır. Niyəsi budur ki, maksimal hündürlükdə soruşur. Maksimal hündürlükdə biz dedik ki, H maksimalda, maksimal hündürlükdə son sürət sıfırdır. Yəni, atıldı yuxarı, getdikcə sürət azalır və maksimal hündürlükdə qiyməti sıfır olur, sonra yerə düşür. Ona görə sürət sıfır olduğu üçün kinetik enerji də maksimal hündürlükdə sıfır olur. Bu qədər, yəni qiyməti hesablama ehtiyac yoxdur. Çalışıb MV kvadrat bölgüdən getməyin. Maksimal hündürlükdə son sürət sıfır olduğu üçün kinetik enerji də qiyməti sıfır olmuş olur. Gəldik 95-i həll eləsək. Qüvvənin qiyməti 2-dir. Zaman da 3-dür. Mən buradan elə qüvvə impulsunu taparam. F vur T. Ya da F vur delta T. 2-ni vurdum 3-ə oldu 6. Bax, deməkdən da yorulduq. Başlayan sürət sıfırdırsa, impulsun dəyişməsi elə son impulsa bərabərdir. Yəni, impuls dəyişmir. Başlayan sürət sıfır olduğu üçün. Bir dənə impuls var. Deməli, impulsun dəyişməsi 6 elə son impulsa bərabərdir. Cismin impulsuna bərabərdir. P deməli 6-dır. Kütlə də 2-dir. Buradan kinetik enerji tapanda P kvadratı bölünsün 2M. Yəni, 6-nın kvadratı bölünsün 2 vur 2, 36 bölü 4 olur 9. Deməli, kinetik enerjinin qiyməti oldu 9 joule. Ft astığında F-in qiyməti var, T var. Burada mən impuls dəyişməsini tapıram. Başlayan sürət sıfır olduqda 2 dənə impuls yox, bir dənə impuls olur. Yəni, son impuls olur. Onda impuls dəyişməsi ilə son impulsa bərabərdir. Cismin impulsu deməli 6-dır, kütlə də 2-dir. Kinetik enerjinin qiymətini tapmaq lazımdır. P kvadratı bölü 2M-dən kinetik enerji qiymətini tapmış olurum. 96. Yenə itirməz söhbəti. Bunun impulsu 8 MV-dir. Bunun impulsu da 8 MV-dir. Yenə impulslar bərabər olduğu üçün toqquşmadan sonra bunlar dayanırlar. Yəni öz kinetik enerjinin hamısını itirirlər. Burada da birincini tapsam kinetik enerjisini itirdiyini M1 V1 kvadratı bölü 2. M1 bizdə 2M'dir. V1 də 4V'dir. Kvadratı bölsün 2. Bu bizə nə verəcək? 2 getdi, qaldı 16 MV kvadratı. Yəni 4-ün kvadratı 16 olduğu üçün. 2-lərlə getdi. Yəni K2-ni tapsam, yəni ikincinin itirdiyi kinetik enerji tapsam, kütləsi 4M'dir. Yəni M2 V2 kvadrat bölü 2 ilə tapıram. Kütləsi 4M'dir. Sürəti isə 2V'dir. 2V'nin kvadratı bölü 2. Bu neynədir? 4 bölü 2, 2, 2M. Bu da kvadratı 4V'nin kvadratı. Bu bizə verir 8M kvadratı. Bizə deyir ki, birincini ikinciyə böl.
16-nı bölsəm 8-ə, nisbət neçə eləyəcək? 2. Burada qiymət 16-dır, burada qiymət 8. Onsuz MV kvadratlar getdi də. 16-nı böldüm 8-i oldu 2. Deməli, birinci ikincidən 2 dəfə çox olmuş oldu. 96-cı sualın cavabı 2. Və gəlirik seçmə suallara. Aha. AB hissəsində yeniləşən hərəkətdir. Sürət artır, onda kinetik enerji artır. Kinetik enerji artır, impuls da artır. 1-ə B variantı. BC hissəsində sürət sabit olduğu üçün impuls da sabitdir, kinetik enerji də sabitdir. Dəyişmirlər yəni. 2-yə D variantı. CD hissəsində yavaşlayan olduğu üçün sürət azalır, kinetik enerji azalır, impuls da azalır. C-dən Y variantı. Burada qalan nə oldu? A oldu. Kinetik enerji 0, hərəkət olmayanda olur. Burada da hərəkət var. Əvvəlcə bərabər yeniləşən, sonra bərabər sürətli, sonra yavaşlayan. Kinetik enerjinin 0 olması üçün sürət də 0 olmalıdır. Yəni buradan çəkilməli idi. 98 eyni. Keçdik növbəti son səhvəmizə. 99. Sənə deyir ki, bu qrafik necədir? Düz xəttli bərabərləşən hərəkətdir. Bərabərləşən hərəkətdə kinetik enerji artır, impuls artır, sürət də artır, hamısı artır. 1-ə BD. Bu, koordinatın zamanı asılı qrafikdir. Düz xəttdirsə, bu düz xəttli bərabər sürətli hərəkətdir. Onda impulsla sürət sabit qalır, kinetik enerji sabit qalır. Bu isə ümumiyyətlə hərəkət yoxdur. X sabitdir. X qalıb yerində. Yəni, eyni koordinatda qalmışsan. Məsələn, 3-də idisə, burada 3-də qaldın. Dəyişmədin yerini. Koordinat dəyişmədiyi üçün burada artıq hərəkət yoxdur. Hərəkət olmadığı üçün kinetik enerji də, sürət də, impuls da 0 olur. Yəni cavabımız olur 3-cüdə C variantı. 1-ə BD, 2-ə Y, 3-ə də C variantı uyğun gəlir. Uyğun gəlməyən variant A-dır. Azalma, azalma da burada yoxdur. Yavaşlayan hərəkət burada yoxdur. 100-də də eyni tema 101. Sənə belə bir qrafik verib. Birinci hərəkət düz xətt. Yəni, düz xəttli bərabər sürətli hərəkət. Düz xəttli bərabər sürətli hərəkətdə, 0T1 düz xəttli bərabər sürətli hərəkətdə təcil yoxdur, əvəzedici qüvvə də yoxdur, 0-dır. Yəni 1-ə A variantı. Düz xəttli bərabər sürətli hərəkətdə kinetik enerji ilə impuls dəyişmirlər, sabitdirlər. Yəni 1-ə AD. Bu, bərabər yeniləşən hərəkətdir, T1, T2. Onda təcil sabitdir. Bərabər yeniləşən hərəkətdir. Bərabər təcil hərəkətin növü olduğu üçün təcil sabitdir. Əvəzedici qüvvə sabitdir və sürətlə təcil və təbii ki, qüvvə eyni istiqamətdə yönəlmiş olurlar. Yəni, əvəzedici qüvvə sabitdir və sürətlə eyni istiqamətdə yönəlir. 2-yə uyğundur B variantı və yeniləşən hərəkətdə sürət artır, impuls artır, kinetik enerji də artmış olur. Yəni, Y variantı. Üstdə isə yavaşlayan hərəkətdir. Yəni, təpəyə qalxma yavaşlayan. Yavaşlayan da bərabər təcil hərəkətin növüdür. Yəni, qüvvə yenə sabitdir. Lakin sürətlə təcil əks istiqamətdə yönəlmiş olurlar. Onda qüvvə də sürətlə əks istiqamətdə yönəlmiş olur. Əvəzedici qüvvə sabitdir və sürətin əksinə yönəlmişdir. Və bu zaman sürət azalır, impuls azalır, kinetik enerji də azalmış olur. 101-də 1-ə AD, 2-yə B-yi, 3-ə də C variantı uyğun gəlir. Başqa burada hansı sual qaldı? Müəllim, bir dənə sual versəm olar. Hə, ver. Müəllim, bütün hamıdan soruşdunuz, buradasınız. Məndən niyə soruşmadınız? Səsini çıxartdın axı var. Səs çıxardan uşaqdan niyə soruşmaq ya? Yaxşı. Ağlasan o qızı, ağlasan, belə davam. Deməli, cisim düz xətti sabit qalır və sıfırdan fərq edir kinetik enerji. Kinetik enerji sabitdir və sıfırdan fərq edir. Bu, düz xətti və sürətli hərəkətdir. Bunların hamısı sabitdir. Yəni, 1-ə uyğundur A variantı. Kinetik enerji artır. Təbii ki, bərabər yeniləşəndə kinetik enerji artır, sürət artır, impuls da artır. Hamısı artır. 2-ə uyğundur B variantı. Azalırsa olur nə? Düz xəttli bərabər yavaşlayanda. Sürət azalır, impuls azalır, kinetik enerji azalır. Bir də burada sabit qalır və sıfırdan fərq edir. Bu çevrə də aiddir buna. Çevrə bərabər sürətli hərəkətdə
Kinetik enerji sabit qalır və yenə sıfırdan fərqlidir. Yəni kinetik enerji qiyməti sıfır olmur. Sıfırdan fərqli olur. Ancaq müsbət qiymət alır, enerji müsbət olur. İtmir, bir növdən başqa növə çevrilir. 1-ə A, D, 2-yə B, 3-ə də C variantı uyğun gəlir. Qaldı sonuncu sualımız 103. Sənə deyir ki, belə bir qrafik verib. AB hissəsində yavaşlayandır. AB hissəsi bərabər yavaşlayan hərəkətdir. Yəni sürət azalır, impuls azalır, kinetik enerji də azalır. Yəni 1-ə B, bir də Y. BC bu əyri yeniləşən ərazidir. Yəni qiymət artır burada. BC-də bərabər yeniləşəndir. Sürət artır, impuls da artır, kinetik enerji də artır. Üçü də artır. 1-ə 2-yə A, D. BCD hissəsi isə kinetik enerji sabit olduğu üçün impuls da sabitdir, sürət də sabitdir. Bu bərabər sürətdə hərəkətdir. Üçün cavabı C variantı. 1-ə B-yi, 2-yə A-dır, 3-ə də C variantı uyğun gəlir. Bu da bugünün son sualı. Kinetik enerjidə bu qədər.